Baxın, burada təsirsiz feil dayanıbsa ki, bu təsirsiz feildir. Bu qayda deyil, ha. Adətən elə tapa bilərsiniz cavabı. Which me, that me, which me yoxsa ə, elə olsun bu, ya da ki, where qoyasınız deyə hansın. Baxın, burada təsirsiz feil var, tamamlıq tələb eləmir. Dostumun təhsil aldığı yer, hara? Elə də sual verib tapa bilərsiniz. Amma bəzən elə yer olur ki, hansı ki, orada dostum təhsil alıb, bu which də deyə bilirsiniz. Elə momentdə baxın, görün, əgər bu təsirsiz feildirsə, demək ki, ora tamamlıq lazım deyil. Where yazın getsin, elə də düz çıxacaq. Adətən düz çıxır cavablar. Yox, bir nəyi tələb eləyirsə, məsələn, dostum oxudu, kitab falan deyirsiniz. Burada yox tamamlıq. Deməli, siz bura tamamlıq qoymalısınız. O zaman which that qoyursunuz. Bilirsiniz də, bu mübtəda xəbərlə işlənirsə, bu relativlər whomdur, that'dir, whichdir. Demək ki, bunlar əslində feilin tamamlığıdır. Hətta o feillər onlar işlənirsə, bura tamamlıq da yazmaq olmur. Burada cavab olacaq A variantı. Dostumun təhsil aldığı məktəbi görə bilirəm. A. Bu testdə iki isim arasında ola bilər vergül sizi biraz çaşdırar, amma çaşdırmasın. Demək istəyirsiniz Joseph, yəni hansı ki bacarıqları olan bir rəssam. O deməkdir ki, sizə lazımdır yiyəli çal. Ya siz bunu dədə-baba qaydasına yiyəli yazarsınız, ya da bir relative clause yazarsınız. Hansı ki, relative clause yazsaz, whose yazmalısınız. Boş qoyublarsa da başqa alternativ yoxdur. Whose yazmalısınız. Deməli, bacarıqları olan bir rəssam. Ona görə cavab olur B variantı. Sonra bura bir dənə bu hissəyə sual verərsə, deyir ki, bir ayı, yəni ayılar deyək də, bu E artiklı eni deməkdir. Yəni qeyri-müəyyəndir, ümumiyyətlə də danışır. Deyir ki, ayılar insanlara o vaxt hücum edir ki, özlərini təhlükədə hiss edirlər. Ayılar nə vaxt millətə hücum edir? Özlərini təhlükədə hiss edəndə. Demək ki, siz oraya yazırsınız when. İndi birdən deyərsiniz ki, burada cansız isim, canlı isim var. Mən bu yazmaq istəyirəm, that yazmaq istəyirəm. Fikirləşin ki, elə olsa onda görə iki cavab olar. Və yaxud da nə bilim, where onsuz da qoya bilmirsiniz. When. Siz bu testi səhv yazmışdınız. Kimsə bu testi səhv yazıb. Bura sual versiniz, ortaya nə zaman çıxır? Ona görə when yazırsınız. When. Bu olur relative adverb. Sonra baxırsınız, burada mübtəda yoxdur. Mübtəda olmayan yerə why yazamarsınız, when yaza bilmərsiniz, where yaza bilmərsiniz. Çünki bunlar özlərindən sonra whom da yaza bilmərsiniz. Bütöv cümlə istəyirlər. Mübtəda xəbər. Bunlar gedir, qalırsınız that which arasında. Bilirsiniz ki, vergüldən sonra that işlənməz. Deməli, cavab olacaq which, hansı ki adlandırılan. Burada da düşünün ki, ya deyin, yenə dədə-baba qaydası ilə Türkiyənin landşafı, ya da onu relative clause-la deyin. Yəni, Türkiyənin gündən-günə dəyişən landşafı, o da olsun whose. İndi düşünsəz ki, which yazasınız, hansı ki dəyişir, yox da, elə də bir boşluq qalır. Türkiyə, hansı ki landşafı regiondan region dəyişir. Bəlkə də belə də biraz tərcümə uyğun səslənir, amma Türkiyənin gündən-günə dəyişən landşafı, o zaman görürsünüz ki, daha yaxşı səslənir tərcüməsi də. Who's-dur cavab. D variantı. O birislərə də indi who-dur. Who əslində dövlətləri ilə işlənir. Bir dəfə Naxçıvanda miqdə düşmüşdü. Belə who vermək dövlətlərə işlənir. Necə ki, o hegemon dövlətlərə he, sırtdan ölkələrə she deyirlər. Bu da bəzən ola bilir ki, işlənsin, amma elə də yaygın bir şey deyil. Burada yiyəlik hal lazımdır, ona görə də yazırsınız whose. Bu testdə, baxın, elə bir deyirsiniz ki, Spice Girls, bu hansısa, bu cümlə hansısa kitabda var, bilmirəm, dərsliklərdən 7-dədir, 8-dədir, hansısa kitabda var bu cümlə. Hə, deməli, deyirsiniz ki, elə bil Spice Girls, bu qrupun adıdır da, bu qrupun üzvlərindən biri, hansı ki, yiyəlik lazımdır bura. Ya bunu da bayaq kimi adi yiyəlik hal yazmalısınız. Məsələn, belə yazarsınız, one of the members of the Spice Girls, ya da bunu belə yazmamısınızsa, relative clause-la yazarsınız. Yəni, iki isimin arasından danışırsınız. Ona görə whose yazırsınız. Cavab olur C variantı. İndi which də bu strukturda yazmaq olur. Əsasən də bu prepositiondan sonra ya cavab which olur, ya da cavab whom olur. Canlılarla whom olur, cansızlarla which olur. Amma burada söhbət yiyəlikdən getdiyi üçün whose yazırsınız. Yəni, söz önündən sonra əsas which ilə whom olur, amma whose da olur yiyəlik hal lazım olan yerdə. Burada yiyəlik hal lazım deyə cavab olur C variantı. Sonra 7-ci quruluşlar ümumiyyətlə heç kimi məncə çaşdırmır. Baxırsınız ki, xəbər var.
boşluqdur. Deməli bu cümləyə relative clause olması üçün subject də olmalıdır. Subject rolunda da bunu yaza bilərdiniz, vergülə görə yaza bilmirsiniz. When the, where the, why the, whom the bunları da qoya bilmirsiniz. Bunu da qoya bilmirsiniz. İki isim istəyir. Elə qalır which, hansı ki, elə which bunun düzgün cavabı olur. Hə, 8-də 8-ci testə baxın. Burada birinci cümlədə nədən danışır? Orta əsrlərə aid olan binalardan danışır. Sonra qayıdır deyir ki, yəni onların biri, söhbət nədən gedir? Binalardan gedir. Prosta binaları bir də ora təkrar yazmırsınız. Əvəzində yazırsınız ora which. Əgər orada canlı isimdən söhbət geçsəydi, yazardınız ora whom. Ya da ki, yiyəli çaldan söhbət geçsəydi, whose yazardınız. Amma orada yiyəlikdən falan danışmadığı üçün sizə də lazımdır orada elə bunu qayda ilə də tapa bilərsiniz. Heç tərcüməyə də ehtiyac yoxdur. Onsuz da ya which-dir, ya whom-dur. Canlıdan söhbət getmir, cavab olur which. Yaxşı, bu da oldu A variantı. Nəsə demək istəyəndə deyin, ha. Kimin nəsə sualı olsa desin. Sonra 9. Deyir ki, biz təəccüblənirik. Təəccüblənirsə ortaya bir sual çıxır da. Bu həftənin mitinqinin niyə dayandırıldığını görürsüz. Bu bir var sizə verilən, baxın burada isimlə olsun boşluqlardan əvvəl. Bir də var boşluqdan əvvəl feil olsun. Feillə olanların hamısı tamamlıq budaq cümləsi. Onun qaydası ümumiyyətlə yoxdur. O demək ki, siz sual verirsiniz, ortaya hansı sual çıxırsa, onu qoyur sonra. Məsələn, bu cümləyə siz sual verəndə biz mitinqin niyə ləğv olunduğuna, niyə çıxdı da sual, niyə ləğv olunduğuna təəccüblənirik. Ona görə why yazırsınız. Amma bir də var burada başqa vəziyyətdir. Burada ismi təyin elədiyi üçün relative clause-dur. Burada feili təyin elədiyi üçün, ya da ki, iki cümlənin bir-birinə bağladığı üçün conjunctive pronoun rolundadır. Yəni bunlar əslində başqa-başqa şeylərdir. Heç nə, bura sual verib tapırsınız. Sualda nə çıxdısa o da cavabdır. Cavab burada D variantı olacaqdır. Sonra 10. 10-da bayaqçı qaydadır. Kim izah edə bilər onu? Əgər canlıdan danışırsınızsa 11-ə baxırdım mən. Yaxşı, bu qalsın. Bunu izah edə bilərsiniz. Fikirləşin, görün, izah edə bilərsə bayaqçı testdən. Mən onu deyincə. Deməli, onda bizdən nə istəyir? Baxırsınız ki, burada cansız bir isim durubdur. Cansız isim və burada da feil xəbər var. Baxın, bu xəbər need, ehtiyac olmaq, tamamlıq tələb edir, amma tamamlığı yoxdur. Bu deməkdir ki, siz orada tamamlıq yazmalısınız. Tamamlıq funksiyasında da bir dənə which ola bilər, bir də that ola bilər ki, onsuz da cansız isim var, which that ola bilər. Burada da indi that-dir cavab. When yazsaz, heç burada zamandan danışan heç nə yoxdur. Where yazsaz bir məkansallıq olmalı idi, yoxdur. Bunu yazamırsınız. How necə deməkdir, bu radiat yoxdur. Cavab E variantıdır. Heç nə. 11-i kim izah edir? Bayaqçı testləndi. Mən izah edeyim. Bəli. İzah eləmək istəyən yoxdursa eləyim. Hə, buyurun. Bunlar çox asandır. Belə uzun görsə bilərlər. İstəndə ən asan olandır. Elə xəbər verilibdi, amma mübtədası yoxdur. Mübtəda da dediniz ki, yahum olar, yiyəlik olanda huz olar, bir də zət olar. Burada da yetimxanaya verilən uşaqlardan danışdığına görə elə hum olur. Canlılardan danışdığına görə hum olur. Bunun olması üçün burada feil yox, burada mübtəda olardı ki, heç olmasa düşünərdiniz. Hər isim olmalıdır. Bəli, isim olmalıdır. Yəni fərqi yoxdur. Ortada söz önü olsun, olmasın. İsim olmalıdır ki, huzu verə biləsiniz. Bəli, cavab C variantıdır. Sonra 12. Eyni qaydadır burada da baxın, amma burada yiyəlik var. Deyir ki, fotoqrafın uğurları, hər iki tərəfində isim var. Prosta burada yazdı. Yəni uğurlarından biri, yəni yiyəlik al. Cavab D variantı. İndi burada ya which olardı, ya whom olardı, o yoxdur. Which deyir ki, burada canlıdan danışırsınız, həm yaza bilmirsiniz, həm də hər iki tərəfində isim veriblər. Deməli, bu əslində hıldır. Fotoqrafın nailiyyətləri. Sonra 13. Hong Kong. Baxın, burada indi çox da ki, yer bildirir. Bir şəhərdir, bir nədir. Burada xəbərlə başlayırsa, sizə subject lazımdır. Yəni, mübtədası olmalıdır da bunun. Bu mübtəda budur. Bu, onsuz da özündən sonra bütöv cümlə istəyir. Vato isimlərdən sonra demək olar işlətmirik. Çox nadirən işlənir. Bura yox da, ümumiyyətlə, yəni o necə ki, dəti qoyuruq. Relativ şey kimi, pronoun kimi, amma o da çox nadirən işlənəndir. Bir dənə şeyin kitabında var. John Eastwood'un kitabında yazıb. O da yazıb ki, nadirəndir. Nadirəndirsə çıxartma toyunda. Bir şey şeirdə yoxdur. Mən də o cümləni oradan yazmışam. Yəni, elə birim soru silmişəm, ya qalır bilmirəm.
Bu demək olar ki, işlətməyəsiniz. Bunu isimdən sonra işlətmirsiniz. How özündən sonra bir mübtəda xəbər istəyər ya da ki, bir sifət adverb istəyər qaydasına görə. That-də vericidən sonra yaza bilmirsiniz. Deməli, which is cavab olur A. 14. 14-dəki testin qaydası ümumiyyətlə asandır. Deyəsiniz müəllimə hamısını asan dediyi şeydir. Cüzi qaydaları var da. There is, there are cümlələr demək olur ki, 100% hallarda məkan bildirir. Məkan bildirən relativlər də ya olacaq where ya da where-in ekvivalentləri var. Hansılar idi? Where ekvivalenti olanlar. In which idi? Bəli, in which, sonra on which, In bir də at which. which. On Onların which. o söz Aha, önləri də, bəli, ondan qabaq. Məsələn, siz buraya yaza bilərdiniz ki, in which. Niyə in yazırdıq? İndi burada in var, düzdür, uyğunsuz olardı, amma tək belə yazıb bura bir dənə in which yaza bilərdiniz. O in, niyə in yazırıq? Özündən əvvəlki isim, yəni təyin elədiyi isim hansı söz önünü istəyirsə, onunla yazırsınız. Bu when-in də qardaşları var. When-incilər də eyni. At which, on which, in which-dir. Hansı ki, yenə də məsələn, saatlarını at işləndiyi üçün when əvəzinə at which yaza bilirsiniz. Nə bilim, illər in-lə işləndiyi üçün in which yaza bilirsiniz. İndi burada yazırsınız cavabı where və yaxud da dediyim kimi bunun qardaşları olardı. Cavab E. Buna nə oldu belə? Hə, E variantı. Sonra 15. 15-də də baxırsınız, feil, amma mübtəda yoxdur. Deməli, A variantı isim istəyir hər iki tərəfində. Yoxdur. When, dedik ki, when-dir, where-dir. Bunlar özlərindən sonra bütöv cümlə istəyirlər. That vericidən sonra yazamırsınız. Deməli, which olacaq cavab. 16-da 16-da da baxırsınız ki, özündən əvvəl canlı bir isim, sonra da xəbər var. Bu struktura siz ya yaza bilərsiniz, who ya da yaza bilərsiniz, that. Boşluq buraxa bilmərsiniz. Cavab olur C variantı. Amma burada olsaydı mübtəda xəbər quruluşu, başqa bir mübtəda olsaydı, o zaman who, that, whom, hətta boşluq qoya bilərdiniz. 17. 17-də deməli baxırsınız ki, burada söhbət OS-dən getmir, ha. Söhbət bundan gedir. OS-dəki bir cottage, yəni cansız bir isimdir. Burada da feillə başlayır. Məxsusdur, deməli yoldaşımın dostlarından birinə məxsusdur demək istəyirsiniz. İndi bura lazımdır deməli, siz mübtəda qoyasınız və orada da bir cansız isim var. Cavab A variantıdır. B variantı bütöv cümlə istəyir. Whose, ümumiyyətlə bura adiyyat yoxdur, iki isim istəyəcək. When bütöv cümlə istəyər. Bunu da yazmağımız üçün gərək burada bir adamdan danışardı. Deməli, cavab olur A variantı. Sonra 18. Yenə də eyni vəziyyətdir. Baxın, the most expensive of. Buraya yaza bilərsiniz. Whom ya yaza bilərsiniz. Which. Ki, yiyəli çalı olsaydı, burada yoxdur. İsim. Whose da yaza bilərsiniz. Cavablarda da yoxdur. İndi baxırsınız, söhbət nədən gedir? Burada söhbət paltardan gedir də, rəsmi geyimlər. Deməli, cansızdan danışırsınız. Ona görə onların, yəni bu formal geyimlərin ən bahalısı bu qədər dollara idi. Orada yazırsınız which, D variantı. 19. Yenə də söz önü var və söz önündən sonra cavab ya who'dur, ya which'dir. Who's adətən yəli istəyir, başqa hallarda olmur. Bu da pronoundur, isim də deyil. Buna baxmırsınız. Bu A ilə S ikisindən biri olacaq. Baxın, canlıdan danışırsa, whom'dur, cansızdan danışırsa, üç qızı ilə demək ki, cavab olacaq. Cansız olsaydı which ola bilərdi. 20-ci testdə deməli, burada bir cansız isim var. Bir də burada deməli feil var və tamamlığı da yoxdur. В общем, sizə lazımdır ya which ya that. Whose isim istəyir hər iki tərəf yoxdur. Where mübtəda xəbər quruluşu istəyir, amma önündə gərək biz məkansallıq bildirən bir söz ola yoxdur. Who produktda yaza bilmərsiniz. Getdi. When bütöv cümlə istəyir, amma gərək burada bir zamansallıq olardı. Deməli ya which-dir ya that-dir. Ona görə cavab D variantıdır. 21-də qaçqınlar, canlı isim və xəbərlə başlayır. Qaçqınlar gəlməlidirlər Almaniyaya. Deməli, siz bura yaza bilərsiniz. Who ya da that. Vericil olduğuna görə that yaza bilmirsiniz. Qalır who, cavab olur A. Which həm bura canlı ilə işlənməz yazmırsınız. Elə odur səbəbi.
Canlı nə istəyir yazmarsınız. When həm bütöv cümlə istəyir, həm də burada məkan şey istəyir, zaman. Bu da ki eyni qayda. Ya mübtəda xəbər quruluşu olmalı idi. Bir də ki burada bir yer olmalı idi. Vericidən sonra dət olmur. Cavab A. Sonra 22. 22-də də deməli bura canlı isim, xəbər var. Bu deməkdir ki, cavab ya whodur, ya da that'dir. Who yoxdur, cavab olub that. İndi bilmirəm bu testlər deyəndə yenə o birisi variantları deməyə ehtiyac varmıdır, yoxmudur? Which niyə olmadı? Məsələn, when niyə olmadı? Cansızdır, which olmadı. Bütöv cümləsi yox və zaman bildirmir deyə when olmadı. Bütöv cümləsi yox və yer bildirmir deyə where olmadı. Yeri çal plusda iki isim arası deyil deyə bu da olmadı. Cavab olur D variantı, who da düzgün olardı. Xalamın oğlu. Baxın, buna deyə bilərsiniz də, özdə oğlu da deyil, kürəkənidir. Ya da ki, bibimin kürəkəni. Bu yəli çaldı. Ya bunu bura apostrof s yazın, my aunt's son-in-law yazın, ya da ki, relative clause-dan yazın. Cavab olar D variantı. A yazsaz yaza bilməyəsiniz. Da burada mübtəda vardı, burada mübtəda vardı. Yəli çal lazımdır. İndi birdən deyərsiniz mübtəda deyəndə who-dan sonra gəlməz mübtəda. Təbii ki, gələ bilər. Sadəcə bu yəli çaldı, bu yəliyi vermir. Whom yazsaz yenə olmayacaqdır. Cavab olur D variantı. Bibimin kürəkəni, hansı ki, böyük bir şirkəti idarə edir. 24. Deməli, baxırsınız, cansız bir isimdir, plus da xəbərlə başlayır. Burada cavab ya which ola bilər, ya that ola bilər. Vergül var, that da ola bilmir. Deməli, cavab olacaq which. Bura bir dənə mübtəda lazım, ona görə which olur cavab. 25. Deməli, baxın, bu amma bayaq saydıqlarımızdan deyil. Bir dənəsini bayaq dedik, feillə bitəndəki vəziyyət başqadır. Bu cümlə olur tamamlıq budaq cümləsi. Tamamlıq budaq cümləsində də sual versiniz. Hansı sual ortaya çıxdısa, yəni ümumiyyətlə orada nə çıxırsa dilimizdən, onu oraya yazırsınız. Deməli, müzakirə etmək istədiyi bu tərəfinə baxırsınız. Deməli, he hadn't been, niyə onu son inkişafdan məlumat vermədiyi üçün, yəni niyə onu xəbərdar etmədiyini müzakirə eləmək istədi. Niyə çıxdığı üçün yazdıq why. Yəni bu bilirsiniz aptunetlərdəki kompleks nədir? O şey cümlə tamamlanmaları complete the sentences. Həmin o qaydada cümləni tamamlayırsınız. Tamamlıq budaq cümlələrdə elə direktlərdən açılmış, direktdən indirektə cümlələrdir. Bu qayda asandır. Tamamlıq budaq cümlələrini bağlayan bağlayıcılar sual verib tapırsınız. 26. Deməli, deyirsiniz ki, birincisi deriz deralı cümlələri düşünməyə ehtiyac yoxdur. Cavab where-dir. İkincisi də önündə isim durubdur. ABŞ kimi bir yer. Deməli, cavab olacaq where. Hansı ki, vəhşi həyatda ayıların, qəhvəyi ayılar hələ də yaşayır. Yaxşı, A. 27. Baxırsınız ki, burada bir kişi durub, Simon. Burada da feil var. Deməli, siz bura bir mübtəda qoymalısınız. Ya who'dur, ya da cavab that'dir. Vergül var deyə that yazamırsınız. Deməli, who yazın, geçsin E variantı. Sonra 28-ci test. Cansız isim var, bir də vergül var. Bir də ümumiyyətlə, məsələn, biz dedik ki, boşluqdan sonra, yəni bu hissədə subject verb quruluşu varsa, əslində belədir də, which, that, bura cansız deyə deyirəm. Which, that, hətta boşluq da yaza bilərsiniz. Canlı olarsa da, burada mübtəda xəbər quruluşu, who, whom, that, boşluq yaza bilərsiniz. Amma bir şey var ki, əgər bu non-essential clause-sa, non-essential, onların da bir adı var. Non-essential, yadımdan çıxdı adları, dərslikdəki non-essentialdır. Yəni vergüllüdürsə, vergül olan yerdə şey düşmür. Nədir adı onun? Onsuz da boşluq yazmaq olmur. Yəni non-essential clause-larda relative pronounu mütləq yazmaq lazımdır. Cavab olur C variantı. 29. Baxın, dostumun arzusu həmişə özünün bir həyət evi, kənd evi olmazdır. Yəli çal lazımdır, cavab olur A variantı. İndi dostunuza which yazan varsınız, vergülə that yazan varsınız, where burada bir yer olmalıydı, when burada bir zaman olmalıydı ki yazasınız. 30-cu test deməli nə istəyir bizdən? Baxın, of var, bu o deməkdir ki, ya which'dir cavab, ya who'sdur, who's həmişə olmur. Yiyəlik tələb edəndə olur, o məsələn burada yoxdur, isim gəlməyibdir. Ya who'dur, ya whom'dur, ya da which'dir cavab, bu ikisindən biri olacaq.
Baxırsınız ki, qəzada həyatını, yəni dövlət rəsmiləri dedi ki, 200 insan, deməli insandan söhbət gedir. Həyatını qəzada itirib neyinibsə, ora onlardan deməli 90 yaralı. Orada 200 adam yaralıb, onlardan 95-də ciddi yaralıdır. Deməli onlardan dediyi şey bu adamlarda home olur cavab. 31. Deməli 31-də də baxırsınız butik, buket, cansız butik. Bu şey mağazadır. Mən deyir ki, mağaza tapdım. Deməli mən Türkiyədə yaşamağa gələndə bir mağazada, yəni butikdə shopping tapdım. İndi bu yer bildirdi, yoxsa nə bildirdi? Yox, bura yer yaza bilmərsiniz ki, lap bildirsin. Burada don't display any price. Müəllimə cansız bildirirlər. Yox, cansız, Ya which olar, ya da yox, burada mübtəda xəbəri yoxdur ki, onsuz da cavabı ya which deyə də. Burada da dət var. Mübtəda olsaydı elə bildim yeri bildirir və yerə baxmaq istəyir. Burada yoxdur axı. Hansı ki deyir, çox da heç bir qiyməti göstərmirdi. Burada mübtəda xəbər olsaydı, hə bunu butiki deyərdik, hə yer falan zat yoxdur ki orada. Bu when the, where-dir, whom-dur, why-dur, bunlardan sonra cümlə gəlməlidir. Cavab D, which də ola bilərdi. Hə. Hə, deməli train, burada da bir xəbər. Demək ki, siz bura yazmalısınız subject. Ya which ya da that. Which var. Bunlar cümlə istəyir, yeri çaldı, hər iki tərəf isim istəyir. Train'e who deyənmərsiniz. Amma Elizabeth gəmisinə adətən who deyirlər, özü she qaytarırlar. Cavab olur deməli which, E variantı. 31-də C çıxıb, mən səhv yoxlamışam. Yo, C olanmaz. Yo, dedi variant. Dedi. Hə, səhv. Olsa da, C çıxsa da səhvdir də, burada xəbər başlayıb xəbərini. Yaxşı, deməli bu da olacaq which, that də ola bilərdi. 33. 33-də deməli Meksika, hansı ki kasıbçılıq, çirklənmə və su çatışmazlıqlarının, bura deməli mübtəda xəbər quruluşu var. Elə bir deyirsiniz harda ki bu filan şeylərin olduğu yer. Bu yer bildirir. Where olacaq cavab. Vericidən sonra that yaza bilmirsiniz. O iki qoysaz bura nətər olar? İndi bunu cansız kimi götürüb içi yazarsınız, amma mənası uyğun gəlməyəcək sizə. Elə bil lazımdır da, yəni o falan şeylərin olduğu yerdə, yəni Meksikada where çıxır, why, nə bilim, niyə lazım olan yerdə olur. Bir də reason sözündən sonra adətən işlənir. Yəni why qoymağımız üçün relative clause-usa 90% reason sözü gələcək qaza. Reason why, the reason why. Ya da ki bu tamamlıq budaq cümləsi olacaqdı. Tərcümə eləyəsiniz. Əgər niyə sözü lazımsa yazasınız. Başqa hallarda demək olar işləmir. Bu da ki orada bir necə sözü olacaq, ya da elə özündən sonra konkret adverb, adjektiv gələcək. Cavab olur deməli where. 34. Deməli burada bir yiyəlikdən yəqin ki söhbət gedir. Əsas mənbəsi. Səncə çalın əsas mənbəsi whose. Bir yiyəlik haldan söhbət getdiyi üçün isə yazarıq. Which yazsaz o yiyəlikliyi qoruya bilməyəsiniz. Ya bunu dədə-baba qaydasını yazın. Məsələn, the main source of, ya da apostrof S-dən, ya da ki belə yaza bilərsiniz. Daha o birislər niyə olmur deməyim. 34 isə 35. 35-də demək ki, burada yəqin bir zamandan danışırıq biz. Baxın, deyir ki, iyulun 4, hər il iyulun 4-ü elə bir gündür ki, yəni nə zaman Amerikalılar müstəqilliklərini qeyd elədikləri zamandır. When-də cavab, B variantı. 35D. Burada adamdan söhbət gedir, kəşf eləyən. Və burada da xəbər var. Ya who-dur, ya da that-dir cavab. Ona görə cavab olur A variantı. İndi mən bayaq soruşdum, dinmədiniz deyə, yenə dedim, cavabla deyə. Elə də uca çox vaxt gedir. Bunlar deyim niyə olmadı? Yo, müəllimə. Hə, mübtəda xəbər istədi, when mübtəda xəbər istəyib, püst buralarında özlərinə uyğun bir şeylər olmalıdır. Yer, nə bilim, zaman, why-da da ki, cümlə istəyirik, yox. Which-də adamla yazamırsınız, cavab who-dur ya da that olardı. 37. Deməli, baxırsınız burada Mərkəzi Amerika, Ant dağları falan
Yəni yer bildirən bir şey var. Özünə də sonra baxaq görək. Deməli, özündən sonra bunlar hamısı belə mübtədadırlar. Xəbər də budur, tikildi. Deməli, sizə lazımdır yeri bildirən bir şeylər. Cavab B-dir. Məsələn, when deyil, çünki burada zaman yoxdur. Which-i bu where sözünü əvəzləməyəsiniz. Bir də dedik ki, bu məsələn burada ikisinin arasında çox güman qalır, istər-istəməz insan qalır da. Burada which-nə where-i yazımı, yazmayımı? Baxın da burada əgər xəbər baxın tikildi. Buna siz şey yaza bilərsiniz. Nədir adı onun? Tamamlıq. Mümkün deyil ki, siz passive voice tamamlıq yazasınız. Elə bil bunu yazmış olsanız bura, siz bura passive voice tamamlıq qoymuş olarsınız. Çünki bunlar mübtəda xəbər quruluşuna işləyəndə which that deyirəm. Elə bil hum kimi olurlar da, yəni tamamlıq olurlar feilə. Siz də bura tamamlıq qoya bilmərsiniz deyə, burada əgər ikisinin arasında qalmışsa, eləcənə silin bunu. Da bu vergüldən sonra onsuz işlənmir, why-dəki yaza bilmirsiniz, bura bir səbəb falan yoxdur. Cavab olur where. Yenə deyirəm, baxın bu testdə bu ikisinin arasında, yəni kimə göstərsəz onsuz da qalacaq da. Ya bilmirəm, bir də qısa yoldan qayıdar burada yer var falan, ya da tərcüməyə çoxdan gedir. Tərcüməyə getsəz ikisi də düz gələcək. Baxarsınız bura qrammatika ilə where-dir. Bu ya təsirsiz fe'l olub tamamlıq istəməməlidir, ya da ki təsir edirsə passivə düşməlidir, tamamlıq istəməsin. O səbəbdən bura where yazın, which yaza bilmirsiniz. 38. Deməli, bu bir yer adıdır. Addır da, cansız ismin adıdır. Burada da adlı feil var. Demək sizə lazımdır mübtəda. Mübtəda lazımsa where onsuz da mübtəda xəbər istəyir. Vergüldən sonra that qoymursunuz. Mübtəda xəbər istəyir. Cavab which-dir, how da bura aidiyyəti yoxdur. Sonra 39. Deməli, deyir ki, inana bilirsən ki, burada at time nə vaxt? Bax, sülh şəraitində bütün millətlərin nə vaxt bir yerdə yaşayacağına when. Yəni C variantı. 40. Baxın, klub çeyrmənim. Burada da mübtəda xəbər quruluşu var. Kimə ki, üzvlərinə inanan. Yəqin ki, bu adı, B variantı how, burada aidiyyəti yoxdur. When, burada bir zaman olardı. Vergüldən sonra boşluq buraxmaq olmur. Düzdür, burada mübtəda xəbər quruluşu var. Mübtəda xəbər quruluşlarında düşür relative pronoun, amma bu vergüllüdürsə, yəni non-essential clause-dursa düşməz. Ona görə bu da deyil. Adamla da which işlətmirsiniz, deməli cavab elə A variantıdır. 41. 41-də də deməli baxırsınız zansız isim və feil. Cavab yahudur. Ya dətdir, ya whichdir. Vergüldən də sonra dət yazmaq mümkün deyil. Cavab olur E variantı. Görürsən, yəni bu qaydanın ingilislər çıxanda nəyi düşünüb ki, qoy belə bir qayda yazaq. Təyin budağı öyrənəndə bir çətinlik çəksinlər də. Vergüldən sonra dət yazmır. Nə olsun yəni? E variantı. 42. Baxın, dedik ki, bu təyin budaq cümləsidirsə və sizə why lazımdırsa, orada cavab reason çıxacaqdır. Yəni reason olacaq isim. Ya bu tamamlıq budaq cümləsidir. Tamamlayırsınız, niyə lazım olur deyə yəni yazırsınız. Tamamlıq budaqlarda da bilirsiniz ki, boşluqdan əvvəl fail olur. Ya da ki, bu relative clause olacaqsa, yəni təyin eləyəsiniz ismi, o isim olacaq demək olar reason. Elə cavab da olur why. Reason why, niyə? 43. Cansız isim, feil, cavabı ya dətdir, ya da whichdir. Vergül olsaydı tək which ola bilərdi. Sonra 44. 44-də də deməli history until the year. Baxın, burada bir zamandan söhbət gedir. Yəni 1000 illərə qədər bir zamandan söhbət gedir. Coğrafiyası, bu testdə elə bir ton fikirləşmişik falan. Yadıma belə gəlir. Haradamı, nə vaxtmı? Gördüm, yadıma düşdü. Deyir ki, 1000 illərə qədər, yəni hələ də deyil, bəlli deyil də bu coğrafiyaçıların yazılı rekordlarının harada saxlandığına desək, belə olur. Prosta burada harada yox, zaman sözü olduğu üçün when olur. Bu when deməkdir. Niyə də inlə işləndiyinə görə in niyə olubdur? Bu çünki il sözü inlə işlənir. Ona görə in which olub. Amma belə də demək olar. Coğrafiyaçıların ilk qeydlərini nə vaxt etdikləri. Yəni in which. Yəni when. Amma harada ilk qeydlərini etdikləri. Bəlkə də burada
Belə zaman olmasaydı elə harda deyərdi. Amma burada indi zaman var. Zaman varsa siz də buna belə deyin də. İlk qeydlərini, ilk rekordlarını nə vaxt yazdıqları hələ də bəlli deyil. Ona görə in which. Məsələn, in which verməsəydilər belə, tək which versəydilər, onda rahat deyərdiniz elə qoy where olsun cavab. Amma indi bunu verməlidirlər də, çünki burada zaman bildirən söz gəlibdir. Yaxşı, 45 gəlsin. Baxın buna. Bir dənə tərcümə eləyin. Bundan sonra ya belə to infinitiv gələr ki, bu bütün bir dənə why-dan sonra gəlmir bu to infinitiv. Bu testi Cəlil müəllimin hansı testin bölməsində yazmısınız? Bilmirəm, ya da ki, yəqin yazmamısınızsa yazasınız. Baxın, yadınıza düşürsə deməli işləmisiniz. Orada var idi, dedik ki, why-dan sonra to gəlmir deyə cavab olur why. Orada bir test var idi ki, hansı düzgün deyil. To-lu feil var idi. Hamısını qoymaq olurdu. Kimə ki, məsələn, öyrətmək, nəyi öyrətmək, amma which ilə why to-dan işlətmək olmur. Yerdə qalan nə qədər belə söz bilirsinizsə, where yox da, how məsələn, sonra who, to ilə işlədə bilirsiniz siz onu tərcümə edib. Burada da elə cavab to-dur, necə istifadə eləməyini. Bir dənə why-dan sonra qətiyyən to infinitiv gəlmir. Bir də which-dən sonra gəlmir, amma which-dən sonra isim yazaraq, məsələn, which books to read deyə bilərsiniz, amma which to read deyə bilmirsiniz. Bunlardan sonra yaza bilirsiniz. Burada cavab olacaq. Yəni deyir ki, departamentin meneceri nəsə də filan kəs deyir mənə o kompüterdən necə istifadə eləməyi öyrətdi. Sual versiniz, cavab çıxır de. Yəni to infinitivlərinə işlənə bilirlər. Why-la, which-dən başqa which isimlərinə işləndiyi halda işlənə bilər. Dediyim yadınıza düşmədisə, o zaman siz bu testi işləməmisiniz. Amma elə bilirəm ki, hansısa bölmənin içində var idi, işləmisiniz. 46. Deməli, did feildir. Burada feil isim deyil ha bu. Did as far back. Həmişə present simple-da işlənən 5-6 dənə feil var. Yadımda, görəndə tanıyıram, amma yadımda qalan budur. Nəysə tarixinin deyir, yəni nəysə tarixinin harası gedib dayandığını göstərir. İndiki zamanda işlənir. Həmişə present simple-da. Yəni sözümün canı bu feildir. Niyə date olub, datesiz olmubdur? Çünki özündən əvvəl cansız isim var. Cansız isim nədir? Özündən əvvəl cəm isim var. Bilirsiniz də relative clause-larda xəbərin uzlaşdığı isim özündən əvvəlki isimdir elə birbaşa. Bu bununla uzlaşır. Yəni isim və xəbərdirsə, promoy. O deməkdir ki, cavab olacaq ya which ya da that, cansızdır deyə də, yoxsa canlı olsaydı bu da ola bilərdi. Hansı ki, tarixi eramızdan əvvəl 23-cü əsrə geri dayanır. Nəysə B. Mən buna demişdim, iki isim arası huz. Amma bu isim deyil. Hə. Yaxşı, siz bunu isim götürdünüz. İsim Hə. götürdünüz, hə? Və onda yaxşı, bu relative clause-un xəbəri hanı? Bu hissə olacaq. Heç tərcümə eləməmişəm. Yox, tərcümə lazım deyil ki. Baxın, bu hissə olur relative clause-a və clause-un xəbəri olmaz. Olar. Bunu siz isim kimi götürsəz, bu cümlə qalır boşda. Xəbər olmalı. Hə, deyir ki, tarixə falan yerə dayanan xəbərdir bu. Xəbərdirsə də which. Bəziləri var, isimlərlə xəbərlər eyni olur, onlara diqqət edin. Hardasa da bir belə test görmüşdüm, date isim kimi götürmüşdünüz. Ya götürmüşdünüz, kim yadından çıxıb da, hansı müəllimlər. Belə. Yəni burada which canlı da olsaydı bu olacaqdı. Feil də o. Sonra 47. Deməli, bir zamandan danışır. Burada da elə deyək ki, hansı ki, qar bütün yolları bağlamışdı. Yəni qarın bütün yolları bağladığı bir qışı nə vaxtdır xatırlayıram. Xatırlamıram, daha doğrusu yalnız yaşlı insanlar xatırlaya bilər. When'dir bu? Yəni where burada yer bildirmir. Sonra which Dastia lazımdır zaman bir sözü. Why səbəb yoxdur. Whose iki isim istəyir. Düzdür, bu ikisi də isimdir, amma qışın qarı demirsiniz də. Deyir ki, o bir zamanlar olan hansı ki tərcümə eləsəz də, when'dir. Yəni nə vaxt ki yolları bağlamışdı, yalnız yaşlılar xatırlaya bilər. 48. Deməli, burada bir canlı isim var. Canlı isim. Bir usta vergül var. Deməli, that yazanmırsınız. İsimdən sonra what yazanmırsınız. Peterə where deyənmərsiniz. Əvəzliyə whose deyə bilmərsiniz. Cavab qalır D variantı. 49-da deməli 49-da
Baxırsınız ki, burada Kapadokya yer adıdır. Özünün də sonra elə bütöv cümləsi var. Deməli, bu where-dir cavab. Where. İndi birdən düşünsəz ki, yenə də hansı ki də deyim, yəni which ya da where deyim, yenə də baxın, burada bunun feilinin yanında feilinin budur. Tamamlıqları var da, tamamlığa ehtiyac yoxdur. Yəni bu which bütöv cümləyə işlənirsə, eləcə də o cümlədə daha ikinci bir tamamlıq yazmırsınız. İndi o yenə belə bir test vardı, Cəlil müəllimin testində. İndi orada relativin içində olmalıdır. It var deyə o variant səhv olur. Ya nə bilim, bəlkə də əvəzliyin içində olub keçmişik. Bu which that yazırsınızsa da siz ora bir də tamamlıq yaza bilmərsiniz. Burada tamamlıq da var deyə elə which olmaz cavab. Cavab where-dir. Kapadokya, haradakı volkanlar. Sonra 50. Deməli, dedik ki, bu strukturda cavab ya whichdir, ya whomdur. Bəzən iki isim arası olarsa ki, burada deyil, feillə başlayır. O zaman whose da ola bilərdi. İndi burada deməli baxırsınız, əgər cansızdan danışırsınızsa whichdir, ki cansızdan danışırsınız. Olacaq which, canlıdan danışsaydınız olardı whom. Belə, burada bitdi, qaldı o birisi ikinci yazdığımız test. Burada da indi bir neçə saniyə vaxt dayanacaq. Yenidən qoşulaq, gələk o birisi də hər neçədənsə onu da izah edeyim. Bəlkə orada siz də izah edərsiniz hələ. Auje yadınızda qaldı da qaydalar. Gözləyin, bir dəqiqəyə gəlirik.